Bir vaxtlar Bakının mərkəzində ucaldılması planlaşdırılan bu möhtəşəm bina niyə illərlə yarımçıq qaldı? Əzəməti ilə diqqət çəkən hökumət evinin arxasında müharibə, dəyişən layihələr və gizli qalan detallarla dolu maraqlı bir tarix gizlənir. Bu əzəmətli binanın inşası ilə bağlı ilk qərar 1924-cü ildə verilsə də, layihənin hazırlanması uzun illər davam edir. 1934-cü ildə keçirilən müsabiqədə qalib Moskvadan məşhur memar Lev Rudnev olur. Binanın inşası üçün indiki Azadlıq meydanında 6 hektardan çox ərazi ayrılır və 13 mərtəbəli nəhəng bina planlaşdırılır. Amma bir problem vardı. Layihədə Azərbaycan memarlığına xas milli elementlər yox idi. Buna görə də sonradan binaya əlavə edilən tağlar, sitonlar və ornamentlər Şirvanşahlar sarayının motivləri əsasında hazırlanır. Maraqlıdır ki, tağların ətrafındakı eyvanların heç birinə binanın heç bir mərtəbəsindən və ya otağından çıxış yoxdur. Binanın tikintisi başlasa da 2-ci Dünya müharibəsi işləri yarımçıq saxlayır. Müharibədən sonra inşaat yenidən bərpa olunur və burada əsir düşmüş Alman əskərlərinin əməyindən də istifadə edilir. Nəhayət 1952-ci ildə bina tamamlanır. Maraqlıdır ki, əvvəlcə 13 mərtəbə nəzərdə tutulsa da, son 3 mərtəbə heç vaxt tikilmir. Bugün hökumət evi Bakının ən tanınmış memarlıq simvollarından biri olaraq qalır.